Sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı yeni təkliflər hazırlanır. Aİ Xəbər Bankeraza istinadən xəbər verir ki, bu həftə sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı rəsmi təkliflərin təqdim olunması gözlənilir. Milli Məclisin deputatı Vüqar Bayramovun verdiyi məlumata görə Prezident İlham Əliyevin tapşırığı əsasında Nazirlər Kabineti bu sahədəki təkliflərin hazırlanmasını yekunlaşdırmaq üzrədir. Xatırladaq ki, 23 dekabr 2024-cü ildə imzalanmış sərəncama əsasən hökumətə 3 ay müddətində sosial müavinət və təqaüdlərlə bağlı təkliflərin hazırlanması tapşırılmışdı. Hazırda bu prosesin tamamlanmaq üzrə olduğu və yeni sosial paketin növbəti mərhələsində müavinət və təqaüdlərdə artımların nəzərdə tutulduğu bildirilir. Deputat Vüqar Bayramov əlavə edib ki, bu ilin yanvar ayında ölkədə orta aylıq əmək haqqı 12,8% artaraq 10.629 manata çatıb. Onun sözlərinə görə bu artım minimum əmək haqqı və bəzi sahələrdə əmək haqqlarının yüksəldilməsi ilə bağlıdır. Yeni sosial paketin icrası isə ümumi əmək haqqı səviyyəsinə müsbət təsir göstərəcək. Bu il həyata keçiriləcək sosial paket ümumilikdə 3 milyondan çox vətəndaşı əhatə edəcək. Əlavə olaraq 1,5 milyard manatdan çox vəsait ayrılması planlaşdırılır. Bu isə təkcə maaş və pensiya artımları ilə məhdudlaşmayacaq. Sosial rifahın daha da yaxşılaşdırılması istiqamətində yeni addımların atılacağını göstərir. Videonu bəyənərək bizə dəstək ola bilərsiniz. Ölkədə və dünyada baş vermiş hadisələrdən ilk xəbər tutmaq üçün kanala abunə olub bildirişləri açıq saxlayın.